Salam əziz şagirdlər. Bugün biz sizinlə üz, til, təpə mövzusunu öyrənəcəyik. Hazırsınızsa gəlin başlayaq. Dərsdə öyrənəcəyik. Müstəvi və fəza fiqurları, müstəvi və fəza fiqurlarının fərqi, üz, til, təpə, məsələ həlli, tapşırıqlar. Lalə və qardaşı masanın üzərindəki fiqurları qutunun içinə salmaq istəyirlər. Uşaqlar, sizcə onlar hansı fiqurları qutunun içinə sala bilərlər? Gəlin mövzunu öyrənək və onlara kömək edək. Müstəvi və fəza fiqurları. Həndəsi fiqurlar iki yerə ayrılır. Müstəvi fiqurları, fəza fiqurları. Üç bucaq, kvadrat, dairə, düz bucaqlı, beş bucaqlı, altı bucaqlı, trapesiya, romb, paralleqram və s. bunlar müstəvi fiqurlardır. Kürə, silindir, piramida, kub, kuboid, konus və s. isə fəza fiqurlardır. Müstəvi və fəza fiqurlarının fərqi. Uşaqlar, ekranda hansı fiqurları görürsünüz? Düz bucaqlı və kuboid. Biz bilirik ki, düz bucaqlı müstəvi fiqurudur. Kuboid isə fəza fiqurudur. Düz bucaqlının eni və uzunluğu olur. Kuboidin isə eni, uzunluğu və dərinliyi, yəni qalınlığı, hündürlüyü olur. Yəni, müstəvi fiqurlarının eni, uzunluğu, fəza fiqurlarının isə eni, uzunluğu və dərinliyi, yəni qalınlığı, hündürlüyü olur. Bu o deməkdir ki, müstəvi fiqurları iki ölçülü, fəza fiqurları isə üç ölçülü fiqurlardır. Üz, til, təpə. Uşaqlar, ekranda gördüyümüz fiqur hansı fəza fiqurudur? Bəli, kub. Gəlin kubun üzərində üz, til və təpəni öyrənək. Kubun göstərilən bu hissəsi üz adlanır. Üz, fəza fiqurunun çoxbucaqlı hissəsidir. Bu hissə isə tildir. Til iki üzün kəsişdiyi parçadır. Bu isə təpədir. Təpə tillərin kəsişdiyi nöqtədir. Uşaqlar, gəlin bir neçə fəza fiqurunun üz, til və təpə sayı ilə tanış olaq. Bu əlimdə gördüyünüz fiqur kubdur. Kubun 6 üzü var. Gəlin birlikdə sayaq. 1, 2, 3, 4, 5, 6. Kubun 8 təpəsi var. 1, 2, 3, 4, 5, 6, 7, 8 və 12 tili var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Deməli, kubun 6 üzü, 8 təpəsi, 12 tili var. Bu isə kuboiddir. Kuboidin üz, til və təpə sayı kub ilə eynidir. Yəni, kuboidin də 6 üzü var. Gəlin sayaq. 1, 2, 3, 4, 5, 6. 8 təpəsi var. 1, 2, 3, 4, 5, 6, 7, 8 və 12 tili var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Bu konusdur. Konusun bir təpəsi var, tili və üzü yoxdur. Bu isə silindirdir. Silindirin tili, təpəsi və üzü yoxdur. Silindirin də iki dairə formalı səthi var. Uşaqlar, əlimdə gördüyünüz bu fiqur oturacağı dördbucaqlı olan piramidadır. Bu piramidanın 5 üzü var. 1, 2, 3, 4, 5. 5 təpəsi var. 1, 2, 3, 4, 5 və 8 tili var. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu isə kürədir. Kürənin üzü, tili və təpəsi yoxdur. Üz, til və təpə. Uşaqlar, gəlin verilmiş fəza fiqurlarının üzlərinin hansı müstəvi fiquru olduğunu müəyyən edək. Əvvəlcə birinci fiqura baxaq. Bu fiqur kubdur. Biz bilirik ki, kubun 6 üzü var və kubun bütün üzləri kvadrat formasındadır. İkinci fiqura baxaq.
Bu silindirdir. Silindirin üzü yoxdur. Dairə formalı olan onun səthidir. Üçüncü fiqur oturacağı dördbucaqlı olan piramidadır. Oturacağı dördbucaqlı olan piramidanın 5 üzü var. Bunlardan bir üzü dördbucaqlı, digər 4 üzü isə üçbucaq formasındadır. Növbəti fiqurumuz kürədir. Biz bilirik ki, kürənin üzü, tili, təpəsi yoxdur. Və son olaraq konus. Konusun üzü yoxdur, oturacağı dairə formasındadır və bu onun səthidir. Yəni konusunda üzü yoxdur. Məsələ həlli. Leyla və Samirin hərəsində bir fiqur var. Onlar bu fiqurların iki üzünü boyaya batırıb kağıza vurdular. Kimdə hansı fiqur var? Uşaqlar, şəkildə Leyla və Samirin fiqurlarının üzləri verilib. Gəlin əvvəlcə birinci fiqurumuza baxaq. Birinci fiqur kubdur. Biz bilirik ki, kubun 6 üzü var və 6-sı da kvadrat formalıdır. Deməli, kub heç bir uşaq üçün uyğun deyil. İkinci fiqura baxaq. İkinci fiqurda kuboid verilib. Verilmiş kuboidin 2 üzü kub, digər 4 üzü isə düzbucaqlı formasındadır. Deməli, Leylanın fiquru kuboiddir. Silindir. Silindirin üzü yoxdur. Deməli, bu ola bilməz. Və sonuncu fiqura baxaq. Bu fiqur oturacağı dördbucaqlı olan piramidadır. Oturacağı dördbucaqlı olan piramidanın 5 üzü var. Üzlərindən biri dördbucaqlı, digər 4-ü isə üçbucaqdır. Və Samirin əlindəki kağıza nəzər yetirsək görərik ki, bəli, Samirin də fiquru oturacağı dördbucaqlı olan piramidadır. Deməli, Leylada kuboid, Samirdə isə oturacağı dördbucaqlı olan piramida var. Biz artıq fəza fiqurlarının üzlərinin hansı müstəvi fiquru olduğunu bilirik. Deməli, Lalə və qardaşı üzü üçbucaq və düzbucaqlı olan fiqurları seçməlidir. Yəni, onlar kuboid və piramidanı qutunun içinə sala bilərlər. Tapşırıqlar. Video fasilə verərək tapşırığı yerinə yetirin. İndi isə gəlin tapşırığa birlikdə baxaq. Anarın 3 fəza fiquru var. Piramida, konus və silindir. Bacısı ondan təpəsi olmayan fiqurun adını soruşdu. Bu hansı fiqurdur? Uşaqlar, gəlin baxaq. Deməli, Anarın 3 dənə fəza fiquru var. Silindir, piramida və konus. Bacısı ondan təpəsi olmayan fiqurun adını soruşur. Təpəsi olmayan fiqur hansıdır? Biz bilirik ki, piramidanın da, konusunda təpəsi var. Təpəsi olmayan silindirdir. Deməli, bu fiqur silindirdir. İkinci suala baxaq. Anar 5 təpəsi olan fiquru bacısına verdi. O bacısına hansı fiquru verdi? Uşaqlar, biz bilirik ki, konusun bir təpəsi var. Şəkildəki piramida oturacağı dördbucaqlı olan piramidadır və bu piramidanın 5 təpəsi var. Deməli, o bacısına piramidanı verib. Afərin uşaqlar, əminəm ki, hər biriniz tapşırığı düzgün yerinə yetirdiniz. Tapşırıqlar. Samir piramidanı kuboidin üstünə şəkildəki kimi qoydu. Alınan yeni fiqurun neçə üzü, neçə təpəsi və neçə tili oldu? Video fasilə verərək tapşırığı yerinə yetirin. İndi isə gəlin tapşırığı birlikdə yerinə yetirək. Uşaqlar, gəlin alınan fiqurda üzləri sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Fiqurun 9 üzü var. İndi isə təpələri sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Və son olaraq tilləri sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. Deməli, fiqurun 9 üzü, 9 təpəsi və 16 tili var. Afərin uşaqlar, əminəm ki, hər biriniz tapşırığı düzgün yerinə yetirdiniz. Əziz şagirdlər, bugün biz sizinlə müstəvi və fəza fiqurlarını, onların fərqini öyrəndik. Fəza fiqurlarında
Üz, til və təpəni müəyyən etdik. Mövzu ilə bağlı bir sıra tapşırıqlar yerinə yetirdik. Əminəm ki, mövzumuz sizə tam aydın oldu. Növbəti dərsimizdə görüşənədək.